Salam əziz şagirdlər. Deməli, biz bugün sizinlə yekun monitorinq 3 işləyirik. Baxaq 25-ci suala. 25-ci sualda deyir ki, silindrin oturacağının diametri 18-dir. Biz bilirik ki, əgər diametrimiz bizim 18-dirsə, radiusumuz nəyə bərabərdir? Diametrin yarısına, yəni 9-a. Hündürlüyü bizə veribdir 8. Daha sonra pinin qiymətini qeyd edibdir 3. Deməli, buradan V nəyə bərabərdir? S oturacaq, vurulsun H-a. Biz də bilirik ki, silindrin oturacağı dairədən ibarətdir. Bunun da sahət üstürü S bərabərdir, P kvadratıdır. Deməli, yerinə qoyaq 9 kvadratı vurulsun 3, vurulsun 8 V bərabərdir. Deməli, 81 vurulsun 24. 81-i də 24-ə vuranda 1944 edir. Cavab A variantı. Keçirəm 26-cı suala. 2 dənə rəqəm verilib. Biri AB-dir, biri BA-dır. Bax, gəlin biz bunu özü veribdir. A üstə gəlinsin B bərabərdir 17 şəklində verilib. Burada bu nə deməkdir? Yəni, A-mız 10-luqdur, B-miz təhlikdir. Yəni, 10A üzərinə gəlinsin B bərabərdir 17 verilibdir. İndi bunu açsaq nə olar? Olar B üstə gəlinsin A bərabərdir. Yəni 10B üstə gəlinsin A. Daha sonra bunun bizdən cəmini istəyir. Gəl cəmləyək. Deməli, yazaq ki 10A üstə gələk B. Bu ifadəmizin qiyməti. Üstə gəlinsin. İndi B-anı yazıram. B-anın qiyməti də budur. 10B üstə gəlinsin A. Deməli, 10A ilə bir dənə A-nı toplayanda 11A eləyir. 10B ilə bir dənə B-ni toplayanda 11B eləyir. Buradan 11-i mötərizə xaricinə çıxartsam, olar A üstə gəlinsin B. Biz baxırıq A ilə B-nin cəmini nə veribdir? 17. Ona görə yerinə 17 yazırım. Yazırıq 11 vurulsun 17. 11 vurulsun 17. Aha. 11-i də 17-yə vuranda, orada lövhədə məndə yerləşmədi deyə, 11-i də 11 vurulsun 17 bizə verir 187. Cavab A variantıdır. Daha sonra keçirik digər sualımıza, 28-ci suala, lövhəni təmizləyim. 28-ci sualda bizdən faiz məsələsidir. Deməli, faiz məsələsində deyir ki, bir düzbucaqlı verilibdir. Düzbucaqlının enini 25% azaldır. Uzunluğunu 25% azaldır, enini artırır. 100 üzərindən hesablayırıq biz faiz məsələlərini. Deməli, əgər uzunluğunu 25% azaldıbsa, 100 idi, 25% azaltdı, nə qədər qaldı? 75%. Deməli, enini isə 20% artırıb. 100 idi, 20% artırdı, oldu 120. Düzbucaqlının sahəsini necə tapırıq? Enini uzunluğuna vururuq. Əgər 120-ni 75-ə vurub, deməli, 120-ni 75-ə vurdu, böldü 100-ə, çünki faiz də ədədə çevirmək lazımdır. Elədə 9000, 9000-i də 100-ə bölsə, eləyir 90. Deməli, ədədim əvvəlcə 100% idi, indi 90% olubdur. Ədədim nə qədər azalıbdır? 10% elə bil ki, azalıb. Deməli, D variantıdır. Keçirik digər sualımıza, yəni 29-cu sualımıza. Lütfən təmizləyim. 29-cu sualda bizə deyir ki, 29-cu sualda bizə deyir ki, əbob verilib, əbob 210 və x. Buradan əbobu alıb 6. Deməli, daha sonra bizə verib ki, əkob bərabərdir, 210 verib, bir də x veribdir. Bunun da qiymətini veribdir 540. Bizə deyir ki, x-i tapın. X hansı ədədiymiş? Deməli, əgər tapsaq, deməli, fikirləşək. Əbob 6-dırsa, bu 6 vuruğu həm bu 216 onun içində var, həm bu ifadənin içində var. Burada da, deməli, 540 veribsə, deməli, artıq bu x ədədinlə 210-un arasında elə bir əsrlıq var ki, ədədimiz 5040 olubdur. Deməli, 210-u biz sayda vuruqlara ayırsaq, 210-u sayda 2 vur 5, burada qalır 21, 21-i 3-ə böldüm, 7, 7-yə 1. Baxıram ki, burada 2 vur 3, 6 vuruğu var imiş.
Deməli, bunun içində 6 vuruğu var imiş. Ancaq 6x, yəni 6 vuraq hər hansısa bir ədəddir. O zaman 6 vuraq hər hansısa bir ədəddirsə, biz bu 5040-ı əvvəlcə bölərik 210-a. 5040-ı 210-a böləndə alınır 24. 2 dəfə bu eləsin 220, çıxanda 20, buradan da bir onluq versəm 8, 2 dəfə eləyəndə bağışlayın, burada 4 dəfə eləyir. Deməli, 2 dəfə 0, 0, 2, 4, aha, belə qalır. Burada 4 qaldı, burada 8, indirdim, yenə 4 dəfə, bu da elədi 840, 24 dəfə. İndi deməli, 24 dəfə. Burada da dedim axı, içində 6 var. Fikirləşirəm, 6-nı nəyə bölsəm 24 eləyər? Deməli, 4-ə, burada ədədimiz oldu, 6 vur 4, 24. Ədədimiz 24 ədədi olsa əgər, deməli, gəlin, baxaq. 24 olsa. 6-nı 24-ə vursaq, 144 eləyər bir bəndi. İndi gəlin, yoxlamaq üçün bir dənə baxaq. Bir dəfə 210-dan 6-nı 24-ə vurdum, 144-dür. Sadə vuruqlar ayıraq, həm əbobunu, həm məhkubunu tapaq. 2 vur 5, elədi 21, 3-ə böldüm, 7, 7-yə 1, 144, 2-yə böldüm, 72, 2-yə böldüm, 36, 2-yə böldüm, 18, 2-yə böldüm, 9, 3, 3-ə 1. Baxaq, 2, 2, 3, 3. Həqiqətən də əbobum istədiyimiz rəqəm 6 rəqəm alındı. Əköbə baxaq. 210-u vururuq. 2, 2, 2, 2. Yəni 210-u vurduq. 8 vur 3, 24-ə. Alındı 5040. Deməli bizim düzgün cavabımız elə 6 vur 4, 6 vur 24, yəni 144 imiş. Keçirəm növbəti suala. 30-cu suala. 30-cu sualda deyir ki, abonenti telefon yığarkən axırıncı rəqəmi təsadüfi yığır, unudubdu deyə. Lazımi rəqəmin yığılması ehtimalını tapın. Biz bilirik ki, bizim 10 dənə rəqəmimiz var. 10 dənə rəqəmimiz varsa, deyir, axırıncı rəqəmi unudubdu, onu təsadüfi yığır. Lazımi rəqəmin yığılması ehtimalı onda 1-dir. Rəqəmlərimiz 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-dur da, 10 dənə rəqəmdir. İhtimal da 1-dir da, çünki axırıncı rəqəmi yığır axı. Daha sonra keçdim növbəti sualımıza. Növbəti sualımız, deməli, 31-ci sualda x bərabərdir 3, y bərabərdir -4 veribdir. Deməli, burada s bərabərdir, x vurulsun, y sahəni tapanda demişik ki, məsafə mənfi ola bilmir, tərəf mənfi ola bilmir. Ona görə bunlar modulda olur. 3 vurulsun 4, deməli, -4-dən qeydirik, -4-dən müsbət çıxır. Deməli, 3-ü 4-ə vuranda 12 cavab oldu, A variantı. Keçək növbəti suala. Deyir ki, bizdə AB parçası A-dan B-yə qədər olan məsafəmiz 60%-dir. Bu isə 12-dir və C nöqtəsi verilib. Deməli, biz baxırıq ki, əgər parçamız 100%-dir ki, 12-yə 40%-dirsə, AB-nin uzunluğunu soruşur axı. 12-yə 40%-dirsə, 100%-ə x-dir. Çarpaz vursam, deməli, 12 vurulsun 100, bölünsün 40. Bunu müxtəlif yollarla yazmaq mümkündür. Sıfırlar getsə, 12-ni 4-ə bölsəm 3, 3-ü 10-a vursam 30. Deməli, parçamın uzunluğu 30'uymuş, C variantı. Müxtəlif yollarla yazmaq mümkündür. Keçirəm növbəti 33-cü sual. Sahəsi 48 olan düzbucaqlının uzunluğu əbob 24 və 36-dır. Ayrı-ayrıq da enini istəyir bizdən tapmaq. 24 ilə 36-nın sadə vuruqları ayırıram. 2, 12, 2-yə böldüm 6, 2-yə böldüm 3, 3-ə böldüm 1, 2-yə böldüm 18, 2-yə böldüm 9, 3-ə böldüm 3, 3-ə 1. Baxıram ki, 2, 2 ortaq, 2, 2 və 3, 3.
Deməli, əbobum nə oldu? Əbobum bərabərdir 2 vur 2 vur 3, yəni 12. Əbobum 12 imiş. Baxıram, əgər bura 12-dirsə, uzunluq 48-dirsə, deməli 48-i 12-yə böləndə 4. Enim də 4 imiş. D variantı. S bərabərdir AB deyilmi? AB'də bura 48 olsa, bura 12 olsa, burada 1B olsa, B bərabərdir 48 12-yə böləndə 3. Keçək növbəti sualımıza. 34-cü sualda bir üçbucaq verilibdir. Bizə deyir ki, A tərəfini tap. Aşağılar biz bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Ona görə yazıram A üstə gəlinsin 5, üstə gəlinsin 2A, üstə gəlinsin 2A, 30 verilibdir. Daha sonra üstə gəlinsin 2A, üstə gəlinsin 10, bərabərdir 180. Deməli, A, 2A, 2A, ümumi elədi 5A. 5, 30, 10 elədi, ümumi 45, bərabərdir 180. 5A bərabərdir, 180-dən 45 çıxdım, 135. A da bərabərdir, deməli, 135-i biz böləyişik 5-ə, düşür 27. Deməli, A-m 27-dir. Всё, D variantı. Gördünüz nə asan sualdır. Keçirəm 35-ci sualın həll yoluna. 35-ci sualın həll yolunda bizə deyir ki, meyvə şirəsi ilə dolu 2, 3, 4 mütənasib olaraq qablara tökülüb. Deməli, toplayaq 2x, üstə gələk 3x, üstə gəlinsin 4x, bərabərdir 450. Topladım 2, 3, 4, elədi ümumi 9x bərabərdir 450. X də bərabərdir 50. Deməli, biri 100 imiş, biri 150 imiş, biri 200 imiş, всё. Bizdən böyük qabı soruşur. Böyük qab 4-dür. 450-yə vuranda 200 D variantı. 36-cı suala baxaq. 36-cı sualda deyir ki, kitabın 200 səhifəsi var idi. Uşaq birinci gün 1/4-ni oxudu. Daha sonra isə qalan kitabın yarısından 3 dəfə az oxudu. Deməli, gəlin baxaq. Əvvəlcə 208-in 4/1-ni tapırıq. 208-in 4/1-ni tapanda 208-i 4-ə böl, 1-ə vur. Cavab eləyir 52 və yaxud da ki, ixtisar elə. Deməli, daha sonra 52. Deyir ki, ikinci gün isə qalan hissənin. Qalan hissədə budur ki, 208-dən çıxmalıyıq 52. 208-dən 52 çıxanda qalır 156. 156 qaldı. Deyir ki, qalan hissənin yarısından, qalan hissə 150-dir. 156-dır. Bunun yarısı neçə eləyir? 156-nı 2-yə bölsək 78. İndi deyir 78-dən 3 dəfə az oxudu. Yarısından 3 dəfə az. 78-ə təzədən 3-ə bölsəm, 78-i bölsəm 3-ə eləyir 26. Kitabın oxunmamış neçə səhifəsi qaldı? 52-sini oxuyub, 26-sını oxuyubdur. Deməli, 52 ilə 26-nı toplasam eləyər 78. 208-dən də 78 çıxsam, deməli 130 qalar. 208 çıxılsın 78 bərabərdir 130. Əslində çox asan sualdır. Sadəcə mərhələlər var. Mərhələləri yəni bezməsəz, axıra kimi yazsaz, cavabı düzgün almaq mümkündür. Daha sonra keçdik 37-ci suala. 37-ci sualda bizdə deyir ki, çevrə verilibdir. Çevrənin radiusu 12-dir, 12. 12. Görürəm ki, bu çevrənin 4-də 1 hissəsidir. Çevrənin uzunluğunu tap. L bərabərdir 2πr. Mən radiusu görürəm ki, 12 verib da, düzdür? 2 vurulsun 12. P'nin də qiymətini 3 veribdir. Bunu hesablayanda, deməli 2 vur, 12 vur 3 bizə hansı qiyməti verir? Deməli 36, 24, 3-ə vuranda 72. Ümumi 72-ni verdi bizə. Bu çevrədə görürəm ki, çevrənin 4-də 1-idir. Ona görə 72-ni 4-də 1-ə vururam. Yəni 72-ni yenə 4-ə böləşəm, 1-ə vuracam. O da eləyəcək 18. Deməli, cavab B variantıymış. Silindr sualı təkrar bu monitorinqlərin içində düşübdür. Deməli, təkrar mən yəni izahını verirəm. 38-ci sualda bizə deyir ki, oturacağın diametri
birinci işlədiyimiz sualdandır. Diametr əgər 16-dırsa, radius görürəm ki, buradan 8-dir. Hündürlüyü 9 veribdir. Pinin qiymətini 3,14 veribdir. Bizdən həcm istəyir. V bərabərdir. S oturacaq vurulsun H. Düsturundan istifadə edeyim. Aşağımı silim, bu qarışmasın suallar. Aha, daha sonra V bərabərdir. S oturacağım pi r kvadratda. 8-in kvadratı vurulsun 3,14 vurulsun 9. Bu ədədləri bir-birinə vururam. 64-ü vursam 3,14-ə, 10 da vursam 9-a. Cavab alınır. Bərabərdir 1808 tam %64. 64 hansı variantdır? Deyəsən A variantıdır. Aha, növbəti sualımız 39-cu suala keçdik. 39-cu sualda deyir ki, histoqramda əsasən yaşı 16-dan az olan şagirdlərin sayını tap. Baxaq, 16-dan az olan bura qədərdir. Bu histoqrama qədərdir. O da birinci 6, üstə gəlinsin. İkinci histoqram 8, üstə gəlinsin. Üçüncü 4, üstə gəlinsin 10. Bu rəqəmləri toplasaq 14, 8 gəlsəm 22, 6 gəlsəm 28. Cəmi 28 nəfərdir. C variantı. Daha sonra keçirik növbəti sualımıza. 40-cı sualda bizə verib ki, verilmiş şəkildə çevrənin O mərkəzindən AB və CD bərabər vətərlərinə OM və OM perpendikulyarlar çəkilmişdir. OM perpendikulyarlar çəkilmişdir. X-i tapın. Deməli, bu vətərlər bir-birinə bərabər olsa, 4x üstə gəlsin 3. Bunu tərəfə keçsəm 2x, x-lər bir tərəfə, ədədlər bir tərəfə, 2x də bərabərdir 1. Bizdən nəyin soruşur? X-in qiymətini. Keçdik 41-ə. Atanın maaşı oğlun maaşından 30 manat çoxdur. Ata və oğul. Deməli, oğula bir x desəm, ataya x üstə gələk 30 desəm. Atanın maaşının 84 manat, oğlunun maaşı 72 manat artılarsa, atanın üzərinə gələk 84. Oğlun üzərinə gələk 72. Deyir, atanın maaşı oğlun maaşından nə qədər çox olar? Bu tənlikləri deməli, baxıram ki, bu eləyir x üstə gəlinsin 114. 114. Burada da elə olur x bərabərdir 72. Heç nə, 114-dən əgər 72 çıxsam, cavab qalacaq 42. 42 D variantı. 114 çıxılsın 72 bərabərdir 42. Keçək növbəti sualımıza. Növbəti sualımız 42-ci sualdır. 42-ci sualda bizə deyir ki, bir məktəbdə 28 şagird Robot Texnika Dərnəyinə, 24 şagird isə proqramlaşdırma dərnəyinə yazılıb, 12-si isə Venn diaqramından istifadə edirik. Deməli, bura proqram olsun, bura robot olsun. 12-ni əvvəlcə ortaya yazıram. Deməli, robotu nə qədər deyir? 28. 28-dən çıxaram 12-sini, qalar 16. 16 nəfər, təkcə 16 nəfər robot texnikasındadır. 24-dən də 12 çıxsam təzdən. Çünki 24 deyir axı proqramlaşdırmaya. Yerdə qalar 12. Bizə deyir ki, məktəbdə ən azı bu iki dərnəyin birinə qatılan neçə şagird var? Birinə qatılan ən azı deyir. Birinə qatılan ən azı 16-dır. Sadəcə cavablarda yazılmayıbdır. Ən azı, deyir, ən azı bu iki dərnəyin birinə qatılan neçə şagird var? 12 üstə gəlirsin 16, 28. Burada yəni demək istəyir ki, biraz cümləni yaxşı qurmayıb. Burada demək istəyir ki, yəni birinə getsin də dərnəyin. Görürsünüz, bu 12 nəfər ikisinə gedir. Bizə sadəcə birinə gedən lazımdır. Amma bu 12 nəfər birinə, bu 16 nəfər birinə gedir. Bunu demək istəyir. Keçdik növbəti sualımıza. Növbəti sualda sualları diqqətlə oxumaq lazımdır. Biraz çaşdırıcı suallar qoyurlar. Deməli, 43-cü suala baxırıq. 43-cü sualda deyir, 2012-ci ildə mağazalar şəbəkəsinin 7 filialı var idi və bundan sonra hər il 4 yeni filial açıldı. 2012-də 7 dənə filial var imiş, 7 filial. Deyir,
hər il 4 dənə filial açıldı. Digər mağazalar şəbəkəsinin eyni ildə 13 filialı var imiş, yəni 2012-də 13 filialı var imiş. Hər il 2 yeni filial açılıb. Deməli, bu qırmızı ilə qeyd edeyim. Bunda hər il 2, bunda hər il 4 filial açılıbdır. Deyir, 2013-ci ildən etibarən sonraki bu iki şəbəkənin filial sayı eyni oldu. Aşağıdakı tənliklərdən hansı uyğundur? Deməli, hər ikisi 7 üstə gəlinsin x qeyd eləsəm, ilə 4 dənə artırsa 4-ə vururam, bərabərdir. Burada da 13 üstə gəlinsin eyni il qədər artırsa, bunda 2-yə vururam. Bu da bizim belə bir variantımız, səhv eləmirəmsə C variantındadır. Bir dənə də baxaq. Aha, deməli, bu variantımız C variantındadır. Keçdik 44-cü suala. Boş hovuzun bir boru ilə 13 sayda, digəri ilə 7-də 1. Yazıram 13-də 1, üstə gəlsin 7-də 1. Doldurmaq deyəndə topla, boşaltmaq deyəndə çıx. Hər iki boru eyni zamanda açılarsa, bir sadə hovuzun hamısı hissəsi dolar. Deməli, 13 ilə 7-yə ortaq məxrəc 91, 91-i 13-ə bölsəm 7, 91-i 7-yə bölsəm 13. Deməli, 13 üstə gəlinsin 7, bu da bərabərdir 91-də 20. A variantı. Sonuncu sualımız elə üzərində qeyd edirəm, lövhəni təmizləmirəm. Deyir ki, həcmi V bərabərdir 250 olan, hündürlüyü H bərabərdir 10 olan oturacağın sahəsi. V bərabərdir S oturacaq H deyilmi düsturum? V 250-dir. Deməli, daha sonra bərabərdir 10 vurulsun H-a. H nəyə bərabərdir? H da bərabərdir 250-ni bölməliyik 10-a. 250 10-a böləndə nə qalır? 25 B variantı. Deməli, biz monitoring, yekun monitoring 3-ü yekunlaşdırdıq. Növbəti izahımda monitoring, yekun monitoringin 4 izahı olacaq. Hansı sualı başa düşməsəniz, hansı sual aydın olmasa rəylərdə qeyd edə bilərsiniz. Deməli, mən bu hissəyi yadımdan çıxıb çəkməmişəm. Ona görə yenidən çəkib videoları birləşdirəcəm. 46-cı suala baxırıq. 46-cı sualda bax bu enlər eynidir. Çünki bax görürsünüz, ölçüləri bərabərdir. Deməli, 42 üstə gəlsin 42. Burada bu hissədə problem yaşamayacaqsınız. Amma digər, baxın bu hissədə. Bax, buradan bura kimi məsafə 24-dür. Bax, buradan bura gedər. Görürsünüz, gəlir burada dayanır. Bu hissə gəlir burada dayanır. Bu hissədə gəlir burada dayanır. Yəni, demək istədiyim hissə bura ilə təmiz bura 24-dür. Ona görə yazıram 24 üstə gəlinsin 24. Üstə gəlinsin. Bax, bura 10-dursa, bu hissədə 10-dur. Olur 10, üstə gəlsin 10. Bu da bərabərdir cavab 152. Cavab 152-dir. Yəni, bu perimetr suallarında hər zaman diqqətli olmaq lazımdır. Keçirik 47-ci suala. 47-ci sualımız tənlikdir. Bizə deyir ki, tənlikdə dəftərin qiymətini kitabın qiyməti dəftərin qiymətinə 5 manat bahadır. O zaman biz dəftərə bir x deyək, kitabın qiymətinə isə x plus 5 deyək. Deyir ki, 2 dənə kitab alır, 5 dənə dəftər. 2 kitab alırsa 2 vurulsun x plus 5. 5 dənə dəftər alırsa üstə gələk 5x bərabərdir 17-yə. 2x üstə gəlinsin 10. Üstə gəlsin 5x bərabərdir 17-yə. 2x ilə 5x-i topladım, elədi 7x. 10 da keçdim bura. 17-dən 10 çıxdım, qaldı 7. X bərabərdir 1. Deməli, dəftərin qiyməti 1 manat imiş, kitabın qiyməti 6 manat imiş. Deyir, kitab neçə manatdır? 6. Cavabımız deməli 6-dır. Daha sonra keçirəm 48-ci suala. 48-ci sualımızda bizə deyir ki, 48-ci sualda bizə deyir ki, 6 traktor sahəni 10 günə şumlayır, 4 traktor neçə günə şumlayar? Ay uşaqlar, bu tərs mütənasib asılılıqdır. Biz bilirik ki, tərs mütənasib asılılıq qarşı-qarşıya vurulur. 6 vurulsun 10 bərabərdir 4 vurulsun x.
60 bərabərdir 4x-ə, x bərabərdir 15. Biz hardan bildik tərs mütənasibdir? Cavabımız 15-dir. Biz oradan bildik ki, tərs mütənasib olduğunu, traktorun sayı artarsa, günün sayı azalır. Biri artıb, digəri azalanda bu tərs mütənasib asıllığı idi. Növbəti sualımız 49-cu suala baxırıq. 49-cu sualda fəhlələr müəyyən bir işi 32 saata yerinə yetirir. Fəhlələrin sayını 2 dəfə artırsaq, həmin işi neçə saata yerinə yetirər? Deməli, fəhlənin sayını artırsaq, saatımız azalar. Ona görə 32-ni 2-yə bölürəm, 16. Deməli, 16 saata yerinə yetirər. Bu da tərs mütənasibdir. Daha sonra 50-ci sual çox maraqlı sualdır və asan sualdır. Radiusu 7-dirsə, bura 7 olsa, bu radiusda 7-dir. Bu radiusda 7-dir. Bu da 7, 7. Neçə radiusum oldu? Altdır nə? Altdan 7, 42. Yuxarıda 42 oldu, aşağıda. Yəni uzunluq 42 oldu. Daha sonra bax, radius buradan burada radiusda 2 dənə radius yerləşir. Burada 14, 14 oldu. Perimetrini tapanda nə edirəm? Yazıram 42, üstə gəlsin 42, üstə gəlsin 14, üstə gəlsin 14. Deməli, 42, 42 elədi 84. 84-ün üstünə də 28 gəlsəm, cavabım olur 112. Belə, deməli, monitoringimizi yekunlaşdırdıq. Növbəti monitoringimizin inşallah izahı monitoring 4 olacaq. Yekun monitoring 4. Onun izahını verəcəm. Əgər hansısa bir sualda səhvlik və yaxud da ki, hansısa bir sualı anlamazsanızsa, rəhbərlikdə qeyd edə bilərsiniz. Ətraflı izah verməyə çalışaram. Belə, yekunlaşdırıram.